Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademinin riyaziyyat üzrə təlimçisi Ramizə Alışova. Bugünkü mövzumuzun izahı olacaq 6-cı sinif riyaziyyat fənni üzrə miqyas mövzusu. Miqyas mövzusunun izahına keçməzdən öncə onu da qeyd edim ki, bizim dərslərimizdə yararlanmaq istəyirsinizsə, ekranda gördüyünüz əlaqə nömrəsi ilə 077 598 38 00 əlaqə nömrəsi ilə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. İndi isə keçirik dərsimizin izahına. Mövzumuzun adı olacaq miqyas. Miqyas nədir? Miqyas, yəni olunan hal-hazırda olduğu ölçüdən dəfələrlə kiçildilmiş bir ölçü deməkdir miqyas. Yəni miqyas bərabərdir. Miqyas bərabərdir. Xəritədə olan miqyası, verilən miqyas, həqiqi miqyasa böldükdə biz miqyası tapmış olacaq. Yəni, xəritədəki miqyasın həqiqi miqyasa nisbəti deməkdir miqyas. Yəni, bizə verilə bilər, məsəl üçün, xəritədə verilə bilər 3000 metr yolun uzunluğunu verib bizə və xəritədə onu 3 sm kimi göstərib. Və bizə bu yolun, xəritədəki yolun uzunluğunun, həqiqi uzunluğu neçə yolun miqyasını tapmağımızı istəyəcək. Biz də nə edəcəyik? Axı demişdik, xəritədəki düsturumuza əsasən nə edəcək? Xəritədəki miqyası biz böləcəyik həqiqi miqyasa. Həqiqi miqyasa da bölmək üçün biz həqiqi miqyas verilib, xəritədə miqyas santimetrlə verilib, amma bizə burada baxsaq 300 metr verib. Biz metri santimetrə çevirməliyik. 300 metri də santimetrə çevirmək üçün, 3000 metri santimetrə çevirmək üçün biz 3000-i 100-ə vurmalıyıq. Yəni 100-ə vuranda 3000-in yanında 2 dənə əlavə 0 əlavə edəcək. Yəni bu olacaq 300.000. Yəni 300.000, 3 santimetri 300.000 santimetr kiçildərək 3 santimetr şəklində göstərilib. Bu da 3-lər burada ixtisar gedəcək. Qalacaq 1 bölünsün 10.000 santimetrə. 100.000 santimetrə daha doğrusu. 1 bölünsün 100.000 santimetrə. Yəni 300.000-i 3-ə böləndə cavab eləyəcək 1 bölünsün 100.000. Bu da miqyas kimi göstərsək 1 bölünsün 100.000 şəklində göstərilmiş olacaq. Bu da olacaq bizim miqyasımızın təyin olunması. Bəzən vaxtda tapşırıqlarda qarşımıza çıxacaq bizim. Bizə veriləcək ki, məsəl üçün, xəritədə uzunluğu 4 sm olan yolun həqiqi uzunluğu neçədir və yaxud neçə metrdir. Xəritədə bizdə düsturu yadımıza salsaq, bizə xəritədə verilən düsturu, xəritədə verilən yəni ədədi qiyməti biz böləcəyik nəyə? Böləcəyik həqiqi ölçüyə. Yəni həqiqi ölçünü tapmaq üçün artıq bizə də miqyas verilməlidir burada. Xəritədə uzunluğu 4 sm verib, yolun həqiqi uzunluğu deyir neçə metrdirsə, bizə də miqyası kənarda verib 1 bölünsün 10.000. 10.000. Demək bizə həqiqi miqyas verilib bizə 1 bölünsün 10.000, düzdür? Biz də həqiqi miqyası tapmaq üçün nə edir? Bizə miqyası verib 1 bölünsün 10.000. Həqiqi miqyası tapmaq üçün biz nə edəcəyik? Demək bizdə xəritədəki miqyasımız nəyə bərabərdir? 4 sm düsturumuzu qeyd edirik. Sonra həqiqi miqyasımız verilməyib, bilmirik x-la. Həqiqi miqyasımız verilməyib, x-la qeyd eləyəcəyik. Sonra miqyasımız da bizə verilib ki, məsələdə 1 bölünsün 10.000. 1 bölünsün 10.000. Biz buradan miqyası tapmaq üçün düsturdan istifadə edirik. Xəritədəki miqyas bölünsün həqiqi miqyasa. Və bizdə 1 bölünsün, xəritədəki miqyasımız bizə verilib 1 bölünsün 10.000. Düzdürmü? Və xəritədəki miqyasımız 1 bölünsün 10.000 bərabərdir bizdə 4 santimetr, çünki xəritədə bizdə kiçildilər 4 santimetr verilib. Bölünsün həqiqi miqyası. Çünki həqiqi miqyası verilməyib. Biz həqiqi miqyası tapmaq üçün nə edəcəyik? Vıracıq çarpas. 100-ü 4-ə, biri də həqiqi miqyasa vuranda eləyir həqiqi miqyas. 10.000-i də 4 santimetrə vuranda eləyəcək 40.000
40.000 santimetr. Biz də metrlə istəyirsə 1 santimetrimiz 100 santimetrimiz 1 metr olduğu üçün biz bunu 100-ə böləcəyik. Çünki bizə metrlə istəyib. Biz də santimetrə metrə çevirmək üçün 100-ə bölməliyik. 100-ə böləndə buradan 2 dənə 0 gedirsək, həqiqi miqyasımız bərabər olacaq nəyə? 400 metrə. Artıq biz həqiqi miqyası tapdıq ki, 400 metr olacaq. Gələn mövzularımızın izahında görüşənədək sağ olun.